الله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم الحمد لله رب العالمين بارئ الخلائق أجمعين وباعث الأنبياء والمرسلين خالق السماوات والأرضين والصلاة والسلام على سيدنا ونبينا أبي القاسم محمد وإترته الطيبين الطاهرين المعصومين المنتجبين ولعنة الله على أعدائهم أجمعين من الآن إلى قيام يوم الدين. اللهم صل على محمد وآل محمد. اللهم إني أسألك أن تجعل فيما تقضي وتقدر من الأمر المختوم في الأمر الحكيم من القضاء الذي لا يرد ولا يبدل أن تكتبني من حجاج بيتك الحرام المبرور حجهم المشكور سعيهم المغفور ذنوبهم المكفر عنهم وعن سيئاتهم واجعل فيما تقضي وتقدر أن تطيل عمري في خير وعافية وتوسع علي رزقي واجعلني ممن تنتصر به لدينك ولا تستبدل بي غيري. اللهم صل على محمد وآل محمد. Allah kabul eləsin orucumuzu, namazımızı inşallah. Allah təbarəkə və Teala ahirətimizi xeyrə mübəddəl eləsin. Dünyadan gedəndə bizi imanla aparsın Allah Teala. Kəlmə-i la ilahə illallahı bizim dilimizdə cari eləsin. Və bu ayın oruç tutanlarından, Kur'an okuyanlarından bizləri qərar versin inşallah. Ben akşam mütaliə edirdim. Dualar okuyordum, zikirler edildim. Bir yere yetiştim ki bu ayın fəzilətindən, Kur'an en fəzilətli bu ayın əməllərindən biri Kur'an okumaqdır. Həzrətlər soruşurlar, Həzrət buyurur ki, bu ayın en fəzilətli əməli nədir? Kur'an okumaq. Kur'an okuyasan. Ki her ayəsinə bir xətmi Kur'an'ın sevabı verilir. O geçen cümlede ben bir hadis okudum burada. Peygamber orada ne buyururdu? Buyururdu ki Peygamberimiz ki isteyin Allah Teala'dan. Siz Allah ziyafetine davet olunuz. Yani bak bu dakika biz ki oturmuşuz, biz ki gezirik işimizde, gücümüzdeyiz ama asli manada Allah ziyafetindeyiz. Allah bizi davet ediyor. Ve bu davet eləməklə bize ehtiram qail olub, ehtiram verib bizə, hörmət eləyibdir bizə ki, Allah Teala bizi nə eləyib? Davet eləyib. Çünkü bu bir de müminliğin nişanəsidir ya, bunu bilək. Çünkü Allah Teala əvvəl başdan deyirdi ki, ya eyyuhəllezine amenu kutibe aleykumus-siyam. Buyurmadı Allah Teala ya eyyuhənnas, ey insanlar. Bunu buyurmayıbdı. Bütün bəşəriyyətə deyil xitab. Xitab kimədir? Ya eyyuhəllezine amenu. Ey iman götürənlər. İndi Allah sana qismət eləyibdi. Bir dənə sən oruç tutursan. Və Allahın qonaqlığasındasan. Allahın qonaqlığasındasan. Ağa Resulullah buyurur ki, sen ki bu qonaqlığa dəvət olunmusan, demək sən Allah tərəfindən hörmətlənmisən. Allah sana hürmet edildi, davet edildi de sen evinde qonaqlığa verəndə istemediğin adamı çağırarsan xeyr. İstediğin adamları, onlara ki hürmətin var, onları neynərsən, davet elə. Allah da bizi davet edildi bu ziyafətinə, gözəl ziyafətinə bizi davet edildi. Və Peyğəmbərimiz də buyurur ki, Allah Teala'dan pəs siz isteyin. Allah Teala'dan dürüst niyetlerle
və təmiz, pak qəlblərlə istəyin Allahdan. Nə istəyin Allahdan? Bu iki dənə şərt ilə istəyin Allahdan nə? İki şey istəyin. Bir, bu ayın oruç tutanlarından olasınız. Bir də bu ayın Qur'an oxuyanlarından olasınız. Nə qədər fəziləti var Qur'an oxumağın bu ayda. Çünki Qur'an bu ayda nazil olubdur. Qur'an-ı Kərim Ramazan ayında nazil olubdur. Qədir gecəsində nazil olub. Qədir gecəsi Ramazan ayıdır. Özü Allah Teala buyurur ki, şəhr-ü Ramazanəl-ləzi unzilə fihil Qur'an. Ramazan ayı bir aydır ki, onda Qur'an nazil olubdur. O tərəfdən də buyurur ki, İnna ənzəlnahu fi leylətil qadr. İnna ənzəlnahu fi leylətin mübarəkətin. Duxan surəsində buyurur. Bəli. Və bu ayda Qur'an oxumağın fəziləti çox böyükdür. Çalışasan gərək. Adətən insanlar bir dənə Qur'an çıxırlar, gündə bir cüz oxuyurlar, bir dənə Qur'an. Amma xeyr, ondan kifayətlənməyin. Əgər imkanımız varsa, həftədə bir dənə çıx. Həftədə bir dənə. Gündə 500 oxusaz, 6 günə qutaracaqsınız. Gündə 500 oxusaz, 6 günə qutaracaqsınız. Gündə 600 oxusaz, 5 günə qutaracaqsınız. Ən aşağı həddi budur. 5 günə bir dənə Qur'an çıxmaqlıq. İmkan varsa da, çox oxuyunan, çox tilavət eləginən, çoxlu savabın olsun. Bu ayın Qur'an oxumağından, fəzilətlənginə. Onu da deyim, bu ayın günüzü ilə gecəsində fərqi yoxdur. Bu ayın günüzü, gecəsi belə deyil ki, sən indi günüz oruçsan, axşam. Xeyr, axşam da elə Allahın huzurundasan. Sən axşamları da, bu gecənin gecələri də, özü bu ayın gecələri də qiymətlidir. Gecələrindən gərək nə eləyəsən? İstifadə eləyəsən. Salavat zikr eləyək. Bu ayda, Ramazan-el mübarək ayında, Əhl-i Beyti yaddan çıxartmayaq. Məxsusən ki, İmam Həzrət Əli əleyhissalam bu ayın şəhididir. Bu ayın şəhididir. Ondan əlavə də şəhidlərimiz vardır. Allah bizim şəhidlərə rəhmət eləsin. Amma bu ayın şəhidi Həzrət Əli əleyhissalamdır. Qoy ondan bir dənə kiçik bir şey danışım sizin. Mənim üçün qardaşlardan biri onu bir rolik göndərmişdi. Çox xoşuma gəldi. Mən onu bilirdim. Qabaqcadan mənbərdə də dəfələrlə söhbətini eləmişdim. Amma bu tərzidə deyildi. Bu tərzidə orada gördüm daha geniş, ətraflı. Baharda da vardı, başqa kitablarda da vardı ki, Hava Əli, Həzrət Əli əleyhissalamın. Salavat zikr eləyək. Ağa Resulullah sallallahu aleyhi ve sellem Xeybər müharibəsində, Xeybər bilirsiniz müharibəsi, Xeybər bir dənə şəhərin adıdır. Orada Yahudilər yaşayırdılar. Ağa Resulullah sallallahu aleyhi ve sellem Xəndəq müharibəsindən sonra, çünki Bəni Nəzran var idi və başqaları var idi. Onlar Mədinədə yaşayırdılar və Xəndəq müharibəsində Məkkənin müşrikləri ilə bu Mədinədə yaşayan 3 dənə tayfa ki var idi, Yahudilər, onlar əlbir oldular, əlbirlik elədilər və müharibədə Əmr ibn Əbdəvidi Həzrət Əli əleyhissalam öldürəndən sonra bunlar qorxdular və qaçdılar. Bunların mənbəyi, qidalandığı yer Xeybər idi. Getdilər Xeybərə, qaçdılar, daha yaşaya bilmədilər Mədinədə və qaçdılar, getdilər Xeybərə. Allahın əmri ilə Peyğəmbərə Allah Teala əmr elədi, Xeybərə qoşun yürüdü. Xeybərdə də bilirsiniz ki, hadisələr oldu. Xeybər bir şəhər idi ki, dövrəsində qala idi, dövrəsində
xəndək var idi. Fəqət bir dənə girişi çıxışı var idi ki, o da asılma körpü idi. Bir körpü idi, düşürdü. Onların heyvanları, cəmaatı gedirdi. Axşam da yığırdılar o körpünü. Bilaxır Ağa Əmirəl-Müminin Həzrət Əli əleyhissalam onların iki dənə böyük pəhləvanı var idi, iki qardaşları Mərhəblə Haris, onların ikisini də cəhənnəmə vasil elədi. Mərhəbi də, Harisi də cəhənnəmə vasil elədi. Və Xeybər müharibəsi bitdi. Şəhər fəth olundu. Xeybər müharibəsi bitəndən sonra, şəhər fəth olandan sonra Həzrət Rəsul-i Əkrəm sallallahu aleyhi və səlləm də o tezliklə ki, oradan ayrılmırlar. Orada hələ bir, bəlkə də bir 15 gün, 20 gün qalırlar, işlərini görürlər, tamamlayırlar, sonra çıxırlar. Peyğəmbərimiz əyləşmişdi, ətrafında da səhabələrdən var idi. Bir qadın gəldi, əlində bir qab kəbab. Ya Rəsulallah, eşitmişəm siz kebabı çox sevirsiniz. Sizin üçün kebab bişirib gətirmişəm. Cigər kebabıdır, nə deyil? Gətirmişəm sizin üçün kebab. Bəs mən bir Yahudi bir xanımam, mən bir Yahudi qadınam, təzə müsəlman olmuşam. Qoyur Həzrətin qarşısına çıxır gedir. Bu halda Bəra adlı bir nəfər əlini uzadır, o ətdən bir tikə götürür. Qoyur ağzına. Həzrət Əli əleyhissalam deyir ki, Bəra, niyə təəccəl edirsən? Peyğəmbəri niyə gözləmədin? Peyğəmbəri niyə gözləmədin? O Peyğəmbər hələ əlini uzatmayıb, sən ondan qabaq neynədin? Əlini uzatdın. Deyir ki, ma əbxələkə ya Əli bi Rəsulillah sallallahu aleyhi ve sellem. Nə simiclik edirsən Peyğəmbərin qarşısında? Mən Peyğəmbərin xörəyindən götürmüşəm. Sən niyə simiclik edirsən? Laxır Həzrət Əli əleyhissalam da ona buyurur ki, yox, Bəra, mən simiclik etmirəm. Mən simiclik etmirəm. Mən sənə qaydanı öyrədirəm. Qayda budur ki, biz Peyğəmbərdən qabaq bir şeyə əlimizi uzatmamalıyıq. Gözləməliyik, Peyğəmbər Bismillah desin, sonra biz də yiyək. Peyğəmbərdən qabaq biz oturmamalıyıq. Peyğəmbərdən qabaq biz danışmamalıyıq. Baxır, adab-ı ədəbi təlim eləyir Bəraya və sonra Həzrət buyurur ki, bir də ki, bir şey deyim, o qadın dedi ki, mən Yahudiyəm. Bilmək olmaz burada nə var. Əgər Peyğəmbər yesəydi, məsuliyyət onu inandı, sən də yeyəcəydin, biz də yeyəcəkdik. Peyğəmbər yiyib, biz də yemişik. Amma indi Peyğəmbər hələ yeməyib, sən götürdün, yedin, indi məsuliyyət sənin öz üzərindədir. Get özün cavab verəcəksən bu işə görə. Əgər bir şey olmuş olsa. Həzrət Rəsul Əkrəm buyurdu ki, çörək gətirdilər, nəysə Həzrət Bismillah dedi, əlini uzatdı, ət dilə gəldi. İndi sözə görə demirəm, çünki çəkir bəzi insanlar onun cavabını. Ətin dilə gəlməkliyi heç bir problemsizmiş. Hər bir şeyi Allah Teala danışdırar. Qur'an-ı Kərimdə Səcdə surəsində bir ayəmiz vardır. Səcdədir ya Füssələtdir. Bir dənə ayəmiz vardır ki, Allah Teala orada buyurur ki, insanın biz dərisini onun əleyhinə danışdırarıq. İnsanın dərisi, dəri. Dəri insanın əleyhinə danışar qiyamətin günündə. Görəcək yalnız bunu. İnsan soruşar dəridən ki, mən səndən 70 il yaşamışam, 50 il yaşamışam, 100 il yaşamışam, bir dəfə bir dənə sənin sorağını, səsini eşitməmişəm. Necə oldu sən danışdın? Dəri dilə gəlib deyər. Orada Allah Teala belə buyurur. Əntəqənəllahu'l-ləzi əntəqə kullə şey.
məni danışdırdı. O Allah ki, hər bir şeyi danışdırar. İndi əti də danışdırar. Ağacı danışdırırdı, Musa'la danışdırırdı. Və nəxtimu əla əhvahihim. Biz onların ağızlarını möhürləyərik. Əllərin danışdırarıq, ayaqların şəhadət verdirərik. Oxuyursan, oxumursan Yasin surəsində. Düzdür. Və sair çox şeylər vardı ki, Allah Teala onlardan misallar gətirib gəlib. Bəli, Allah istəsə danışdırar. Və bir hal, Peyğəmbər üçün də bu ət dilə gəldi, danışdı. Dedi ki, ya Resulallah, məni yemə. Mən zəhərlənmişəm, məsmumam. Mənə zəhər qatıblar. Peyğəmbər əti qoydu yerə. Dedi, gedin o qadını, o xanımı çağır. Getdilər, tapdılar, gətirdilər, gəldilər. Dedi ki, Peyğəmbər ki, sən bu işi niyə gördün? Dedi, ya Resulallah, qoşun çəkdim, gəldim. Atamı öldürdün. Ərimi öldürdün. Qardaşımı öldürdün. Oğlanlarımı öldürdün. Tək tənha qalmışam. Dedim ki, və dediyim kimi müsəlman da olmuşam. Amma dedim ki, əgər bu Peyğəmbərdirsə, həqiqi Peyğəmbərdirsə, bu zəhər ona əsər eləməyəcək. Niyə? Çünki Allah ona vədə verirdi ki, Məkkəni də neynəsin? Fəth eləsin. Vədə verirdi. Yox, əgər həqiqi Peyğəmbər deyilsə, onda mənim atamın, yoldaşımın, balalarımın qanı hədər gedibdi. Qoy intiqamımı alım və düz deyləmişəm. Məntiqli söz. Məntiqli söz. Peyğəmbər dedi, belədir, belə fikirləşmirsən, dedi, bəli. Boş verdim. Dedi, sahabələri çağırdı. Dedi, gedin Səlmanı, Məqdadı, Əbazəri çağırın, gəlsinlər. Gəldilər. Buyurdu ki, bu ətlərdən yeyin, amma bu duanı oxuyun. Ya Şafi, ya Muafi. Bir neçə kəlmə Həzrət buyurdu, bunları oxuyun və yeyin. Hamı yedilər və heç kəsə də heç nə olmadı. Bu halda Bəranın meyiti gəldi. Bəra öldü. Çünki Peyğəmbərdən icazəsiz götürüb yemişdi və o zəhərli ətdən. Dedilər, ya Resulallah, Bəra öldü və onu qusul verdik, kəfənə tutduq. Xahiş edirik, ya Resulallah, onun namazını qılasız ki, biz onu aparıb neyniyək? Dəfn eləyək. Ağa buyurdu, xeyr, mən onu namaz qılmarım. Dedilər, ya Resulallah, səhabədir, şəhiddir. Bir ömür sizinlə namaz qılıb, oruç tutub, filan olub, dedi, xeyr. Niyə, ya Resulallah, niyə? Həzrət buyurdu ki, ona görə ki, o Əliyə etiraz elədi. Dedilər, ya Resulallah, onun Əli ilə zarafatı vardı, zarafatcan eləyibdi etirazı. Həqiqətən ki, etiraz eləməyibdi. Dedi, elə zarafatcan eləyib qılmıram da. Həqiqətən eləsəydi, onun dini imanı yox idi ki. Heç bir əməli qəbul deyildi. Həqiqətən Əli ilə ədavət eləmək olar. Etiraz eləyib, zarafatcan etiraz eləyib, ona görə qəbul eləmir. O Həzrət Əliyə dedi ki, ma əbxələk. Ma əbxələk dedi. Nəsim icri eləyirsən. Bu halda Həzrət Əli əleyhissalam da gəldi. Dedi, qılmaram, mən ta Əli onu baxışlamasa, mən qılmaram. Qalıb meyit ortada. Bu halda Həzrət Əli əleyhissalam gəldi. Dedilər ki, ya Əli, Bəra getdi, şəhid oldu. Həzrət Əli əleyhissalam yetişdi, əllərini qaldırdı.
Ərz elədi ki, Allahümmə, ilahi və Rəbbi, bəratın bütün yolları aç. Onu bağışla. O namaz qılan idi, oruç tutan idi. Onun üçün bütün yolları aç. Dedilər, ya Resulallah, bax, Həzrət Əli əleyhissalam da onu dua elədi, bağışladı, keçdi onun üçün. Gəlsən, namazı qıl günə. Dedi, Əlinin duasından sonra bəranın mənim namazıma ehtiyacı yoxdur. Amma yenə də təbərrükən qılaram. Qıldı. Qıldı, bilaxır işlərini qurtardılar, falan elədilər, gəldilər Mədinəyə. Peyğəmbərin adəti idi, şəhidlərin evinə gedərdi, bəranın da evinə gəldi. Bəranın evinə gəldi və bu tək də gəlmirdi. Səhabələr, zat, insanlar bundan gəldilər. Başsağlıq verməkliyə, təsliyyət eləməkliyə gəldilər. Gəldilər, Həzrət Rəsul Əkrəm buyurdu ki, mən sizə başsağlıq verməkdənsə təbrik eləmək istəyirəm sizi. Dayandılar ev əhli, bəranın əhli dayandı. Ya Rəsulallah, nə məsələdir? Həzrət buyurdu ki, Əli bəranı bir dənə dua elədi ki, bir xət söz deyib, Həzrət Əli əleyhissalam, ilahi, bəra üçün bütün yolları aç. Bəranı bir cürə dua elədi ki, behistin elə bir güşəsi yoxdur ki, yol açıq olmasın bəra üçün. Hər yerə gedə bilər. Bütün məqamları gəzə bilər. Sonra üzün tutdu cəmaata. Buyurdu ki, Eyyuhənnas, məaşirənnas, ey cəmaat, çalışın Əlini özünüzə duaçı qərar verin. Əli hər kəsi dua elədi, onun daha heç bir dərdi yoxdur. Çalışın Əlini özünüzə duaçı qərar verin. Əlini biz özümüzə nə cürə duaçı qərar verərik? Müxtəlif yolları var, amma bir dənə yəqinli deyəcəyəm. Bir dənə yəqinli deyəcəyəm. Hər kəs İmam Hüseyni ziyarət eləsə, Əli onu dua edir. Hər kəs İmam Hüseynin əzadarı olsa, Həzrət Əli əleyhissalam onu dua edəcək. Bir rivayət vardı İmam-ı Baqir əleyhissalamdan. Həzrət buyurur ki, elə bir gün yoxdur ki, İmam Hüseyin öz zəvvarlarına və əzadarlarına tamaşa eləməz. Baxır onlara baxır. Onları tanıyır adları ilə və atalarının, babalarının adları ilə tanıyır İmam Hüseyin onları. Və öz babasından, Resul-i Əkrəmdən xahiş eləyir. Atasından xahiş eləyir, Əli əleyhissalamdan. Anası xanım Zəhradan xahiş eləyir. Qardaşı İmam Həsəndən xahiş eləyir ki, onun zəvvarından ötürü istiğfar eləsinlər. Dua eləsinlər zəvvarlar. Və özü də dua eləyər, istiğfar eləyər, əllərin qaldırar Allah dərgahına. Deyər, ilahi və Rəbbi, mənim bu zəvvarımı bağışla, keç günahından. Bax, İmam Hüseyni ziyarət eləmək, İmam Hüseyin əleyhissalama əzadar olmaqlıq səbəb olar pəştəni aləba səni dua eləsin. Nə istəyirsən? Nə istəyirsən? Ya Hüseyin, ya Hüseyin, ya Hüseyin. Esselamu aleyke ya Əba Abdillah, Esselamu aleyke ya ibn Resulillah, Esselamu aleyke ve ala veledike şehid Ali ibn el-Hüseyin aleyhisselam. Esselamu aleyke ve ala avladik ve ala ashabik cemiyen ve rahmetullahi ve berekat. Perverdigarım, günahlarımızı bağışla günah. İlahi ve Rabbi, ahiretimizi xeyrə mübəddəl elə. Ağa Əmir əl-Müminini, Əhl-i Beyt-i Ətharı bizdən ötürü duaçı qərar verdilər. Məxsusən İmam Zaman əleyhissalamın dualarını bizlərə şamil edəcəklər. Bizim ərz-i salamımızı həzrətlərə yetirginən İlahi və Rabbi, orucumuzu, namazımızı qəbul edəcəklər.
حق محمد و آله و بالفاتحه. Bilirsən?